Hər gecə yataqda xiyar kimi uzanıb yatmağa çətinlik çəkirsən, tanış gəlir. Budur nə etməlisən. İdeal yuxu üçün 7 qayda. Təzə hava, yatmazdan əvvəl otağı havalandır. Daha yaxşı oksigen üçün pəncərəni 5-10 dəqiqə açıq saxla. Qidalanma. Melatoninlə zəngin qidaları rasiona əlavə et. Şam qozu, kivi, üzüm, albalı və bitki yağları sənə kömək edəcək. Tam qaranlıq şəraitində melatonin istehsalı artır, bədənin bərpasına və təbii ritmlərə qorumağa kömək edir. Gadgetlərə yox, yatmazdan 1 saat əvvəl ekranlardan uzaq dur. Əgər telefona baxmağa dayandıra bilmirsənsə, qara ağ rejimə keç. Gecə yeməyi yox, yeməyin saatı 6-dan əvvəl yekunlaşdır ki, bədənin istirahətə yönələ bilsin və həzmi yaxşı etsin. Meditasiya. 1 saat meditasiya ağlını sakitləşdirər və yuxu keyfiyyətini xeyli yaxşılaşdırar. Bitki çayları, lavanda, nanə, çoban yastığı kimi bitki çayları içərək rahatla və dərin yuxuya hazırlaşa bilərsiniz. Daha çox məsləhət istəyirsinizsə, Telegram kanalımı yoxla. Link təsvir bölməsindədir.